biz söhbət eləyək. Sayın İsa bəy, buyurun. Hörmətli Cavad bəy, sizi salamlayıram. Mən sizə təşəkkür edirəm. Bu imkanı yaratdığınız üçün, söhbətə, müzakirələrə şərait yaratdığınız üçün. Çünki çox önəmli bir dövrdən keçirik və bu dövrdə mürəkkəb bu mövzuları müzakirə etmək, bir yerdə düzgün cavabları axtarmaq hesab edirəm çox faydalıdır. Ona görə də bu imkana görə bir daha sizə təşəkkür edirəm və fürsətdən istifadə edib həm sizin, həm hörmətli Əjdər bəyin, həm də ki, bütün tamaşaçılarımızın, əslində bütün xalqımızın bu bayramlarını, Ramazan və Novruz bayramlarını təbrik edirəm. İnşallah bu çətin dövrdə də ümidimiz budur ki, bu bayramlar xalqımız, millətimiz, hər biriniz üçün xeyirli, uğurlu olacaq. Təşəkkür edirəm. Sağ olun, qarşılıqlıdır. Sayın Əjdər bəy, sizin də səsinizi biz eşidək. Cavad bəy, çox təşəkkür edirəm. Minnətdaram bu imkanları yaradırsınız. Cavad İsa bəy, sizi də xoş gördük. Əziz millətimizin də yaz bayramı, Ergenekon bayramı, Türk bayramı, Türk millətinin bayramı qutlu olsun. Bütün günləriniz bayram olsun, arzuları sizin olsun. Və mən arzu edirəm ki, millətimiz bu sonuncu dənəmədən alnı açıq çıxacaq. Əlbəttə, hər kəs, həm dövlətlərimiz, həm millətimiz öz missiyasını yetirmək zorundadırlar, yerinə yetirmək zorundadırlar. Buyurun. Var olun Sayın Əjdər bəy, təşəkkür edirəm və beləcə də dəyərli dostlar, bəyənməni paylaşmanı unutmayın. Belə başlayaq. Mən istərdim ki, Sayın İsa bəylə üçün həm də bu elə müəllifidir bu birinci mövzunun. Təkrar edirəm, Müsavat Mərkəzində Güney Azərbaycanla bağlı seminar keçirmişdilər və orada səsləndirdi ki, hər hansı bir diktaturadan çıxıb başqa bir diktatura qurmaq, buna ehtiyac təbii ki, olmamalıdır. Ona görə də istəsək biz bu kateqoriyaya ayıraq, nələr ola bilər, Sayın İsa bəy və digər bütün dostlarımız keçid bir dövrü mərhələsi başlayacaq. Əlbəttə, hələlik savaş davam edir. O mərhələyə qalır, bəlkə həftələr qalır. Bir keçid dövrü var, bu kritik mərhələ deyirlər, siyasi boşluq yaranır və qeyri-sabitlik, necə deyərlər, istər bütün şəhərlərdə ya müəyyən o mərkəzlərdə hökm sürəcək və bu aylarla davam edə bilər, illərlə davam edə bilər. Bunu biz hələlik, indiki mən özümü deyirəm, diaqnoz qoymaq o qədər də asan bir iş deyil. Çünki arxada gedən planlar deyilənlərdən, danışanlardan çox-çox fərqlidir. O baxımdan biraz çətinlik insan çəkir bu yəni önü görmək. Dünyəvi bir dövlət, cümhuriyyət qurulur. Bu da təbii ki, laik demokratik bir dövlətdir. Əlbəttə, bu İranda qurulacaq dövlətdən söhbət gedir. Və gündəmdə bir federal var və eyni zamanda bir də istiqlal məsələsi. Təbii ki, bu əsasən də bizlərin istəyidir və uzun müddətdir ki, bu yolda mücadilə edirik şübhəsiz ki. Sayın İsa bəy, mən istərdim bunları nəzərə alaraq İranda bu savaşdan sonra ki, daha dəhşətli bir daha təkrar edirəm ki, önümüzdə olan həftədə planlar var. Çünki İsrail o formada vurduqdan sonra və eyni zamanda ultimatum veribdir, xəbərdarlıq veribdir Trump ki, 48 saat müddətinə əgər o Hörmüz boğazı açılmasa və bütün o strukturlar dağılacaq. Yəni, burada artıq elektrik mərkəzlər və hər bir şey. Yəni, bir zülmət çökəcək bu ölkədə. Bunu biz indidən görə bilirik. Bunlardan sonraki təbii ki, biz dönəmi danışmaq istəyirik. Sizə görə yəni hansı bu mən sadaladıqlarımın hansı uyğun ola bilər bu ölkə üçün, məmləkət üçün? Buyurun, Sayın İsa bəy. Təşəkkür edirəm. Çox önəmli bir sual verirsiniz. Çünki çox mürəkkəb bir dövrdən keçirik və bu müharibə də dövrümüzün ən qanlı, ən ağır savaşlarından biri kimi gözümüzün qarşısında baş verir və bu sualların hamısı mürəkkəb suallardır. Biz Müsavat Partiyası olaraq sizin də qeyd etdiyiniz kimi mövzuları daim diqqətdə saxlayırıq və bu müharibə başlayandan ilk günlərdə biz Müsavat Partiyası olaraq münasibətimizi bildirdik, mövqeyimizi bildirdik və 5 prinsipdən ibarət bir açıqlama verdik. Bunu mən qısaca xatırladım. Birinci prinsip odur ki,
biz Müsavat Partiyası olaraq bölgədə sülhün, əmin-amanlığın, sabitliyin, təhlükəsizliyin tərəfindəyik, müharibələrin deyil. İkincisi, biz bütün mübahisəli məsələlərin danışıq yolundan həllinə tərəfdarıq, diplomatik üsulla həllinə tərəfdarıq. Üçüncüsü, sizin də qeyd etdiyiniz kimi orada bildirmişik ki, biz İranda bir diktatoranın başqası ilə əvəz olunmasının əleyhinəyik. Biz hesab edirik ki, İran xalqlarına, İran vətəndaşlarına azad cəmiyyət, demokratik üsul idarə formalaşdırmaq üçün şərait yaradılmalıdır. İran xalqlarının, İran vətəndaşlarının buna imkanı olmalıdır. Dördüncü prinsip kimi biz bildirmişik ki, İranda bizim 10 milyonlarla soydaşımız yaşayır, Azərbaycan türkləri yaşayır və onların taleyi bizim üçün həlledici dərəcədə önəmlidir və bu məsələyə diqqət yetirilməlidir. Onların təhlükəsizliyi, hüquqları bizim üçün həlledici bir məsələdir. Və beşinci prinsip olaraq biz Azərbaycan və Türkiyə hakimiyyətlərinə müraciət edərək diqqətli olmağa çağırış etmişik və bu müharibədəki istənilən variantı, istənilən senariyə hazır olmağa çağırış etmişik və milli maraqlara uyğun gərəkən addımları atmağa, hazır olmağa çağırış eləmişik. Bu 5 prinsipdən ibarət mövqe müharibənin ilk günlərindən bəyan edilibdir və biz bunu xatırlatdınız ki, Müsavat Partiyasının qərargahında bir toplantı keçirdik. Yaxın Şərqdə müharibə və Azərbaycan məsələsini gündəmə gətirdik və Azərbaycan dedikdə biz güneyli, quzeyli bütün Azərbaycanı nəzərdə tutmuşuq və tuturuq. Və həmin tədbirin də çoxsaylı iştirakçıları, ziyalılar, siyasilər, ekspertlər, uzmanlar, politologlar çıxış elədilər və əksəriyyət də bu 5 prinsipinə razı olduqlarını bildirdilər. Çünki bunlar kifayət qədər məntiqli mövqedir bizlər üçün. Siz bu üçüncü prinsipimizdən bağlı sual verdiniz. Bir diktatoranın digər diktatoranın əvəz olunmasının yol verilməzliyi mövzusunda. Bəli, bu həlledici bir məsələdir. Əslində qalsa, bugünkü İran 78-79-cu illərdə İran xalqlarının bir şah sülaləsindən, monarxiyadan xilas olmaq istəyinin nəticəsi olaraq formalaşıbdır. Amma xalq belə nəzərdə tutmamışdır. Xalq monarxiyadan sonra azadlıq nəzərdə tutmuşdur, bərabərlik nəzərdə tutmuşdur. Təəssüf ki, hakimiyyətə gələn klerikal rejim, molla rejimi yenə də öz xalqlarına zülm eləmək və öz hakimiyyəti naminə istənilən ağır addıma getmək yolunu seçdi. Onun nəticəsidir ki, bugün İranda xalq narazılığı çox ciddi səviyyədədir. Və indi də müharibənin xüsusən ilk günlərində müxtəlif mərkəzlərdən, o cümlədən bu müharibənin aparıcı qüvvəsi Amerika Birləşmiş Ştatları tərəfindən, İsrail tərəfindən Pəhləvinin oğlu məsələsi gündəmə gətirilmişdi. Bu təbii ki, bir faciə olardı İran üçün və yeni faciələrin, fəlakətlərin başlanğıcı olardı İranda. Bu tamamilə İran xalqlarının maraqlarına zidd bir hadisə olardı. Və yaxud da ki, başqa bir şəkildə Amerikaya zidd bir qüvvənin diktaturasından Amerikaya tərəfdar çıxan bir qüvvənin diktaturasına keçid də hesab edirik ki, İran xalqları üçün, soydaşlarımız üçün məqbul bir variant deyil. Ona görə də biz mövqeyimizi bildirdik ki, İranda hakimiyyəti siz yox, İran vətəndaşları özləri müəyyənləşdirməlidirlər, öz gələcəklərini özləri seçməlidirlər. Və haqqında danışdığınız o toplantıda, o müzakirələrdə bir çox ciddi suallar yenə də masaya yatırıldı. O cümlədən ikisini mən burada xatırladım. Biri, Azərbaycan hansı situasiyada, hansı vəziyyətdə İrandakı müharibəyə müdaxilə edə bilər? Bu sual əsas suallardan biri kimi araşdırıldı. Bir də ki, İranda, siz də bunu səsləndirdiniz bugün, hakimiyyət dəyişikliyi, rejim dəyişikliyi nəyə gətirib çıxara bilər? Bu mövzular ciddi müzakirə olundu. Mən qısaca yenə də deyim, sonra ehtiyac olarsa yenə daha dərinlə bu mövzulara danışarıq. Müzakirənin nəticəsində əsasən konsensusa, birgə mövqeyə gəlib çıxdıq. Bu mövqe də ondan ibarət oldu ki, Azərbaycanın rəsmi mövqeyi bu müharibəyə müdaxilə etməməkdir. Öz ərazisindən hər hansı başqa bir ölkənin istifadəsinə imkan verilməməsidir.
və biz Müsavat Partiyası olaraq bu yanaşmanı məntiqli yanaşma hesab edirik. Amma eyni zamanda biz Müsavat Partiyası olaraq hesab edirik və həmin tədbirdə də əksəriyyət bu fikri səsləndirdi ki, elə vəziyyətlər ola bilər ki, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti bu məsələyə müdaxilə etməli olacaq. Bu da hansı vəziyyətlərdir? Birincisi, əgər İran rejimi Azərbaycana qarşı hücumları davam etdirərsə, bilirsiniz ki, Naxçıvana dronlarla hücum təşkil edildi, çox təhlükəli bir hücum idi. Sonradan İran hakimiyyətdə olanları bunun təsadüfi olduğunu, yanlış olduğunu bildirdilər, müəyyən formada üzrxahlıq etdilər və s. Ona görə də hələlik bu məsələ yaddaşlara yazılmaqla arxa plana atıldı. Ancaq əgər İran rejimi bunu davam etdirəcəksə, Azərbaycana zərbələr vurulmaqda davam olunacaqsa, aydın məsələdir ki, Azərbaycan öz ərazisinin bütövlüyünü, öz təhlükəsizliyini, suverenliyini, xalqının təhlükəsizliyini müdafiə etmək üçün müharibəyə müdaxilə etməli, öz mövqeyini ortaya qoymalı olacaq. Bu birinci variantdır. İkinci situasiya bizim soydaşlarımızın əvvəlcədən dediyim kimi təhlükəsizliyi və hüquqlarıdır. Bu məsələdə bizim üçün qırmızı xətt budur həm də və soydaşlarımızın taleyi bizim üçün həlləyici dərəcədə önəmlidir. Onların həyat və təhlükəsizliyinə problem yaranarsa, təhdid olarsa, biz hesab edirik ki, Azərbaycan dövləti öz ağırlığını ortaya qoymalıdır, sözünü deməlidir. Üçüncü təhlükə, onu da qeyd etdik ki, əgər müəyyən qeyri-qanuni hərbi birləşmələr, müxtəlif terror təşkilatları, müxtəlif etniklərin hərbi birləşmələri İrandakı Azərbaycan torpaqlarına hücum edərlərsə, xüsusən bu Qərbi Azərbaycana aiddir, amma bütövlükdə bütün torpaqlarımıza aiddir. Həmin torpaqların yad qüvvələrin nəzarətinə keçmə ehtimalı olacaqsa və İranın silahlı qüvvələri bunun qarşısını almağa qadir olmayacaqlarsa, bu halda biz əminik ki, Azərbaycan dövləti də, Türkiyə dövləti də hərəkətə keçməlidir və bunun qarşısını almalıdır. Çünki burada söhbət həm Azərbaycanın və Türkiyənin sərhədlərinin toxunulmazlığından gedir, həm söhbət o ərazidə yaşayan soydaşlarımızın taleyindən gedir, həm də ki, açıqcası bu elə-belə təsadüfi bir təhlükə deyil. Bu, Azərbaycanla Türkiyə arasında onsuz da mövcud olan aralıq bir ölkələr, dövlətlər, tampon bölgələr yaratmaq siyasətinin davamı ola bilər. Bu dəfə də İrandakı Azərbaycan torpaqları ilə Türkiyə arasında yeni maneələr yaratmaq məqsədi ola bilər. Təbii ki, bu situasiyalarda Azərbaycan dövləti də, Türkiyə Cümhuriyyəti də sözünü deməlidir, hərəkətini etməlidir ki, bunun qarşısı alınsın. Bir sıra başqa situasiyalar da var ki, o halda da dövlətlərimiz öz mövqeyini ortaya qoymalıdır. Bunu da həmin toplantıda biz açıq şəkildə dilə gətirdik. Və bütövlükdə nəzərə almalıyıq ki, vəziyyət həddindən artıq mürəkkəbdir və bunu artıq Amerika Birləşmiş Ştatlarının hakimiyyəti, rəhbərləri dilə gətirirlərsə ki, İranda ərazi sərhəd dəyişikliyi ola bilər, İranda rejim dəyişikliyi haqqında danışılır. Bunlar əlbəttə ki, elə məsələlərdir ki, Azərbaycan və Türkiyə bu məsələlərə laqeyd qala bilməz. Çünki İranın sərhədlərinin dəyişməyi, İranda hakimiyyətin, rejimin dəyişməyi bilavasitə bölgəyə ciddi təsir edəcək və Azərbaycana, Türkiyəyə təsir edəcək. Bizim üçün bu həddindən artıq önəmli məsələ olduğu üçün bu məsələlərə Azərbaycan və Türkiyə laqeyd qala bilməz. Bu sözümü yekunlaşdırmağa çalışım. Yəni, proseslərin nə cür gedəcəyini proqnozlaşdırmaq həddindən artıq mürəkkəbdir. O qədər müxtəlif qüvvələr fəaliyyət göstərir, o qədər fərqli cəhdlər var ki, addımlar var ki, bunlardan hansı nəticələr ortaya çıxacaq, indidən görmək, bildirmək həddindən artıq çətindir. Amma biz bir şeyi bilirik ki, gələcək öz-özünə yaranmır. Gələcək bugün qəbul edilən qərarların, atılan addımların nəticəsi olaraq yaranır. Və bu situasiyada hansı qüvvələr daha çox hökm edəcəklərsə, daha çox iradə ortaya qoyacaqlarsa, daha çox fədakarlıq ortaya qoyacaqlarsa,
onların iradəsi üstün gələcək və onların istədiyi gələcək formalaşacaq. Və biz də bu çətin vəziyyətdə həm müharibədən öz dövlətlərimizi, xalqımızı, güneyli, quzeyli xalqımızı qorumalıyıq. Həm də İranın sərhədləri dəyişəcəksə, İranda hakimiyyət dəyişəcəksə, hesab edirik ki, bizlər istər güneyli, quzeyli bu proseslərdən kənarda qala bilmərik. Bu mərhələdə bölgənin söz sahiblərindən biri kimi Türkiyəmiz və Azərbaycanımız da sözünü deməli, iradəsini ortaya qoymalıdır. Təşəkkür edirəm. Bəy, mən təşəkkür edirəm. Var olun, sağ olun. Çox gözəl bir açıqlama idi. Təbii ki, biz keçmişdə də bunu danışmışdıq. Müsavat Partiyası Azərbaycanda aparıcı bir partiyadır və bu təşəbbüsü ələ almalıdır. Hər halda heç vaxt heç nə gec deyil. Biz də arxaya yox, irəli baxırıq. Dostlar, bəyənməni paylaşmanı davam edin. Çox mühüm məsələlər müzakirə olunacaq bu axşam hesab edirəm. Bir qədər də elə çalışacağıq ki, o çılpaqlığı ilə söhbət eləyək. Ona görə də mən sözü Sayın Əjdər bəyə vermədən öncə sadəcə bunu qeyd etmək istərdim ki, qısa bir